əziz dostlar. Biz yenə Brain Ring'dəyik və İctimai Televiziyanın efirində Brain Ring'in 25-ci mövsümü davam edir. 10 ildən çox bizimlə olduğuna görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə böyük təşəkkürümüz var. Bizim oyunlar Dənizkənarı Bulvar İdarəsinin ərazisində yerləşən Crystal Hall'dan yayımdadır və yaratdıqları rahat şəraitə görə buranın bütün əməkdaşlarına minnətdaram. Verilişimizin baş sponsoru bu dəfə də NAR'dır. Verilişimizin maliyyə tərəfdaşı Bir Bankdır. Bugün müstəqil hakimlərimiz, baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə mütəxəssisi Günay xanım Nəsimova və Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclərin İnkişafı şöbəsinin aparıcı məsləhətçisi Suğra Babayevadır. DJ pultu arxasında DJ Maksim. Dəstək qrupumuz Flash qrupunu salamlayaq. Komandalarımıza onlar dəstək verir və proqramın aparıcısı və baş hakimi mən Fatih. 16-cı oyunda bizi NAR kuboku sahibinin adı bu mövsümdə bilinəcək. Həmin oyuna hələ var, amma o vaxta qədər deməliyəm ki, dəyişməyən baş sponsorumuz kubokun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın. Eləcə də proqramın maliyyə sponsoru Bir Bank bu kubokun sahiblərinə 3000 manatlıq plastik kart hədiyyə edəcək. Böyük səbirsizliklə həmin oyunu və NAR kuboku uğrunda bu final oyununu gözləyirik. Hələlik bizim bir çempionumuz var. Mart ayının çempionu Bakı Dövlət Universitetinin komandasını salamlayır və yaşıl masa arxasına dəvət edirəm. Emin Qasımov, Vüsal Qaflanov, Səyyar Qurbanov, Şamxal Cəbiyev, Ramal Ağazadə və komandanın kapitanı Səməd Səmədov ötən ayın mübarizəsindən üzü ağ çıxdılar və onlar öz yerlərini ringdə tutdular. Yaşıl masa arxasında onlara bu ayın çempionu adını bir daha qazanmaq üçün şans verilir və hər ötən ayın çempionu bu fürsəti əldə etmiş olacaq. Görək komanda özünə daha bir çempion statusunu aprel ayında qazanmaqla kubok uğrunda yarışlarda rəqiblərinin sayını azalda biləcəkmi? Hər halda uzun bir yol gedəsiyi və bu yolda Bakı Dövlət Universiteti komandasına kim rəqib olmaq istəyir? Norm komandası, Qarabağ Universitetinin Xankəndi komandası, Quba oynamaq istəyir, Bir Bank komandası, Sabirabad, Cənub komandası oynayacaq, söz verirəm. Lənkəranı görürəm, mən Saatlını görürəm, Narı görürəm, Azərbaycan Tibb Universitetini yenə görürəm və UNEC-lə oynamaq istəyirəm. Qırmızı masa arxasında UNEC komandası. Xəyyam Cəbrayılov, Cabbar Qasımzadə, Məsud Əlisoy, Vaqif Süleymanov, Yusif Yaquboğlu və komanda kapitanı Rəşad Ağayev öz yerlərini qırmızı masa arxasında alırlar. Görək necə olacaq? Bu döyüş 5 xala qədərdir və birinci döyüşdə hesab 0-0, ilk sual 1 xal dəyərində. Bir versiyada hansı əcnəbi adın yaranması ilə bağlı Şir və Bəbirin adı çəkilir. Vaxt getdi. Şir və Bəbirin tərcümə eləmək. Leopold? Sonra xaricə ola bilər. Başqa bir heyvandır bəlkə. Yox, Bəbir daha yaxşıdır. UNEC komandası. Salam Fatih. Bu suala Vaqif Süleymanov cavab verir. Buyursun. Leopold. Xeyr, xeyr, xeyr. Bakı Dövlət Universiteti düşünür. Leonardo. Biz isə düşünürük ki, bu Leonardo, bu adı Leon Şir, Hepard, Leopard bu formada birləşməsinin nəticəsində Leonardo. 1-0 Mart ayının çempionları bu adı təsadüfən qazanmadıqlarını bir daha sübut edirlər. İlk xalı onlar götürür. Bilmirəm bu istiqamətdə düşünürlər ya başqa istiqamətdə, amma UNEC komandasının cavabı da düzgün cavaba yaxın idi. Növbəti sual 1 xal dəyərində. Ötən əsrin ikinci yarısında Gəncə sakini İbrahim Cəfərov müharibədə itkin düşmüş qardaşı Yusif Cəfərovun xatirəsini yaşatmaq qərarına gəlir. Bunun üçün Soçidən xüsusi rəngli daşlar belə sifariş edir. Bəs o bu rəngli daşlardan başqa 2 il ərzində 48.000 ədəd nə toplamışdı? Vaxt. İşıq yaşılması da yandı. Vüsal Qaflanov bu suala cavab verir. Butulka evdən söhbət gedir, butulka. Bəli, elədi ki var 2-0. Bu ev Gəncə sakinlərinin adətən şəhərin qonaqlarına
qeyri-adi bir obyekt kimi göstərdikləri həmin evdir və bu evin çox maraqlı tarixçəsi var. Növbəti sual bir xal dəyərində. 1960-cı illərin sonunda Sovet İttifaqı Marsa uçuş proqramını hazırlamışdı. Əvvəlcə orbitə 2 avtomatik gəmi çıxmalı, birləşməli və tədricən sürətlənməli idi. Bu gəmilər təyin olunmuş sürətə çatdıqdan sonra nə baş verməli idi? Vaxt. Sadə versiya, bu saat ayrılır da. Hətta ikisi birləşir, sonra təzmin ayrılmalı bu arada. Təzdən bir bəlkə bir-birinə nəsə qida ehtiyacı, yanacaq ehtiyatı, birinin hissələri digərinin keçəsiydi. Yəni ya orada qalan yanacağı bu birində keçəsidi. Bəlkə təzdən ayrılır, bəlkə nəsə şey buraxılır. Təyin olunmuş sürətə çatandan sonra ayrılır. Güney komandası buyurun. Bu suala Məsud Alısoy cavab verir. Dəqiq versiyamız yox idi, amma hesab edirik ki, ola bilsin ki, yenidən ayrılırlar. Xeyr, elə deyil. Bakı Dövlət Universiteti son saniyə. Düymə sıxıldı Səməd. O həmin 2 hava gəmisindən biri düşürdü Marsa, biri onu orbitdə gözləyirdi. Sonra isə yenidən geri qaydanda onlar birləşib və yenidən yerə düşmək üçün qaydırdılar. Yəni biri çox Marsa fantastik düşürdü. ssenaridir. Dostlar, kosmosda qalmaq bilirsiniz insanlara zərərli idi və bu səbəbdən tədricən bütöv bir böyük gəmi yığaraq insanların kosmosda qalması üçün zərərli olan vaxtı azaltmaq planlaşdırılmışdı. Başqa sözlə, bu gəmilər təyin olunmuş sürətə çatdıqdan sonra onlara göyərtəsində ekipaj olan 3-cü gəmi çatmalı idi. Bu da öz növbəsində kifayət qədər fantastik ssenaridir. Növbəti sual 2 xal dəyərində. Vətənin naməlum əskərinə eşq olsun. Dəqiqliklə deyin. Bu sözləri harda oxuya bilərik? Vaxt. Güney komandası hesabı bərabər Bu eşləyə suala bilərsiniz. Cahbar Qasımzadə cavab verəcək. Salam Fatih. Biz elə düşünürük ki, bu Dağsu Parkdakı şəhidlər xiyabandadır. Xeyr, elə deyil. Masadan qalxmalı olursunuz. Bakı Dövlət Universiteti düşünür. İmенно o yer. Normalda əskər məzar var ki, üstündə. ABŞ qəbristanlığı idi. Akrington. Ha, bəlkə oradır. Naməlum əskərin nəyinə eşq olsun? Bəlkə onun Vətənin naməlum əskərinə eşq olsun. Abək hərbi qəbir qəndlər daşının parkı. üstündə yazılır bəlkə. Ola bilər. Məncə abi Səməd, Zəhmət olmasa mənim üçün təkrarlayarsınız. vətənin naməlum əskərinə eşq olsun. Siz mənə dəqiqliklə deyin, bu sözləri harda oxuya bilərik? ABŞ-dakı Arlington məzarlığında. Bir neçə sual bundan öncə biz bildirdik ki, İbrahim Cəfərov butulka evi itkin düşmüş qardaşı Yusif Cəfərov üçün tikdirmişdi. O, müharibədə itkin düşmüş əskərlərin xatirəsini yaşatmaq üçün evin arxasında rus dilində vətənin naməlum əskərinə eşq olsun sözlərini yazdırmışdı. Növbəti sualın dəyəri qalxdı 3 xal. Sual belədir. Aranızda Monqol dilini bilən varmı? Səməd? Xeyr, hələ öyrənməmişəm. Hansı canlı Monqol dilində mur deyir? Vaxt. Yunay komandası buyurun. Bu suala Xəyyəm Cəbrailov cavab verəcək. Bizim komandanın versiyası var ki, bu inəkdir. Xeyr, elə deyil. Siz masadan qalxırsınız. Bakı Dövlət Universiteti düşünür. Camış. Adı oxşarlıq olmaz. Mor. Bir şey deyirsən, mırıldayır da. yenə var. Başqa mor nə yoxdur? Ad nə yoxdur? Mur deyirsə, yəqin bir şeydir. Dəqiq. Səməd. Əgər o mur deyirsə, yəqin bu Monqol dilində də pişiklər belə səs çıxarırlar yenə. Yenə pişik haqqında sual. Sizi qalib edir. 5-0. Tamamilə doldurdu Bakı Dövlət Universiteti komandası. Bu döyüşdən qalib çıxaraq diskvalifikasiya riskini yoxa çıxartdı. Onlar tribunalara qayıda bilərlər. Səməd, bu pişiklər barədə suallar sizi təqib eləyir, mənə elə gəlir. Yaxşı, başqa kim oynamaq istəyir? Ringə kim çıxmaq istəyir? Şəki oynamaq istəyirmi? Bəli. Azərbaycan Dillər Universiteti oynamaq istəyir, Şirvan oynamaq istəyir. Gəncə, axı biz çoxdan oynamırıq. Gəlin bir söhbətləşək, gəlin görüşək. Qırmızı masa arxasında Gəncə komandasını görəcəksiniz. Sərdar Hüseynov, İsrail Abbasov, Rövşən Mərəzki, Rauf Mustafayev, Toğrul Qurbanlı və komanda kaptanı Natiq Salahov dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Yaxşı. Gəncəyə qarşı kim oynamaq istəyir? Norm Siment,
Cənub komandası Sabirabad Bir Bank. Bir Bank çoxdan oynamırıq. Sizi yaşı olmasa da görmək istəyirik. Akif Məhərrəmov, Rüstəm Babayev, Süleyman Vəliyev, Orxan Cəliyev, Surxay Əlizadə və komandanın kapitanı Gündüz Abbaszadə öz yerlərini yaşılmasa da tuturlar. Gündüz, Xoş gördük. necəsiz? Əla. Görürəm, heyət dəyişib. Bu ciddi dəyişikliklərə səbəb nə oldu? Şəki komandasından oyunçu yox, kapitan uğramısınız. Bu həm kapitanların, həm də düyməsxanların komandasıdır artıq. Wow! Mən masa arxasında başqa belə ciddi dəyişiklik görmürəm. Amma... Hə? Dəqiq. Bir yaxşı baxım. Hələ ki görmürəm. Gəncə komandasında ciddi dəyişiklik görürəm. Misal üçün, Rızanı masa arxasında görmürəm. Yox? Natiq müəllim. Zanı biz düzünü desək, o masa arxasında da görmürük. Halbuki olmalıydı mən bildiyimə görə. Harda Bəli. olmalıydı? Bir bankın heyətində. Növbəti həftələrdə Rıza Dadaşzadə bizim komandamızın heyətində yer alacaq. Deməli, o gəzən söhbətlər doğrudur. Deməli, o transfer edib, hə? Sizin komandaya keçib. Transfer etməyib, belə deyək. Müqavilə müddəti bitmişdi, azad statusda keçib bizim komanda. Natiq müəllim. Bizim komandada hamı azad statusundadır. Hamımıza da qapımızı açdıq. Gələnə də, gedənə də. Gedənə də laf belə geniş açırsınız ha qapını, onu mən eşitdim. Fatih bəy, Gəncə komandası Breyningə oyunçu yetişdirir. Mən də ilk Breyning təcrübəmi Gəncə komandasında keçmişəm, ona görə də təşəkkürlər. Beləliklə hesab 0-0 və başa düşdüyünüz kimi biz Bakı Dövlət Universitetinə rəqib olacaq bir komanda axtarırıq. Bir Bank yoxsa Gəncə? Görəsən aprel ayının finalında birinci çıxacaq komanda hansı olacaq? Yavər Kələntərli xatırlayır, Təbrizdə qadınlar üçün ayrıca konsert verdik. Mənə dedilər ki, sənin səsini eşitmişik. Sənin səsin olan daş var burada. Bəs Təbrizli xanımlar daş dedikdə nəyi nəzərdə tuturdular? Vaxt. Bir Bank komandası. Süleyman Vəliyev. Çox güman ki, onlar onun səsini gramofondan eşidiblər. Yox. Masadan qalxırsınız, Gəncə komandası düşünür. Daş dedi. Radioda eşidiblər yəqin onu. O daşdır. Onun səsini radioda. Kələntərin səsilər də yaxşı. Belə eləmə sən. Belə eləmir. Biz Təbrizdə sənin səsini eşitmişik. Daşı oxşayan nə var? Radio oxşuyor. Qabağı bəlkə, sonra radio. Oxumsa götürən də versiya. Plastinka deyil. Çox plastinka. Buyurun. Kim cavab verir? Zəhmət olmasa risk eləmirik, Toğrul Qurbanlı üçün təkəyyardız. Yavər Kələntərli xatirələrində belə deyir ki, Təbrizdə qadınlar üçün konsert verdik və mənə dedilər ki, sənin səsini eşitmişik, səsin olan daş var burada. Və Təbrizli xanımlar daş deyəndə nəyi nəzərdə tuturdular? Daş deyəndə. Plastinkanı. Plastinkanı, bəli. Plastinka dediyiniz? Plastinkada o qara vinil olur deyə qabaq satırdılar. İndi diskdir bizim vaxtımızda. Val da, yəni o plastinkanı. Tamamilə doğrudur, 1-0. 1938-ci ildə məşhur müğənni ifaları yer alan Val çıxmışdı və həmin Valın səs sorağı Arazın o tayındakı Azərbaycanlılara da səndimə gedib çatınmış. Daha bir sual, yenə bir xal dəyərində. Yeri gəlmişkən, çox eksklüziv, nadir Azərbaycan vallarından mahnıları ictimai radioda dinləyə bilərsiniz. Onların rəqəmsallaşdırılması üçün biz hal-hazırda böyük iş görürük və çox nadir ifalar tapırıq. Mənə elə gəlir ki, siz də eşitdikcə əvvəllər rast gəlmədiyiniz mahnılara rast gələ bilərsiniz. Tamam başqa mövzuda bir sual. Hesab olunur ki, Yaponlarda avtomobillərə maraq 1923-cü ildə hökumətin avtomobil zavodları və yolların tikintisini maliyyələşdirməsindən sonra yaranıb. Bəs bu addımı atmağa hökuməti hansı hadisə vadar etmişdi və nə üçün? Vaxt. Maşın lazım. Yollar dağılmışdı. Bir sonra maşın mənə. Buyurun Natiq müəllim. Zəhmət olmasa komandamızın yeni oyuncusu Rauf Mustafayevi dinləyək. Elə bir fikrimiz var, bəlkə Yaponiyada böyük zəlzələ olandan sonra, yəni köhnə yollar dağılıb və təzə yollar tikilir.
Tek yollar yox, dəmir yolları da dağılmışdı və bəli, onların bərpası zamanı Yaponlar avtomobil yollarının inkişafından dolayı avtomobilə böyük maraq göstərməyə başladılar. Rauf, komandaya xoş gəlmişsiniz və ilk doğru cavabınızla faktiki olaraq komandaya güc vermişsiniz. Özü sizi təbrik eləməliyəm. Çünki siz komandanın ilk yeni oyuncususunuz ki, onun adını Natiq müəllim birinci dəfədən rahatlıqla deyə bildi. Bunun yəqin ki, səbəbi var Natiq müəllim. Gələcək oyunda izah eləyərəm. Yaxşı, indi onun bütün diqqəti 5 xala qədər tez çatmaqdadır. Döyüşün qalibi olmaq istəyir. Növbəti sual. Zəlzələ demişkən 1989-cu ildə 30 mart tarixində Binə hava limanına enən Voronej Xəşdarxan Bakı reysi ilə uçan təyyarə bir terrorist tərəfindən ələ keçirilir və terroristlə mübarizədə bir çox yola əl atan milis qüvvələri sonda ekstrasens Tofiq Dadaşovun yardımından yararlanmaq qərarına gəlirlər. Bu zaman Tofiq Dadaşov milislərə tövsiyə edir ki, terroristə ölkədə baş vermiş zəlzələdən və bunun ölkənin maliyyə vəziyyətdə çox pis təsirindən danışsınlar. Milislər bunu edir və qəmginləşmiş terroristin etdiyi hərəkətdən istifadə edərək onu tuta bilirlər. İzah edin, hadisələr necə cərəyan edir? Vaxt. İsrail Abbasov. Səhv eləmirəmsə, siqaret istəmişdi. Həyəcanlanmışdı, terrorist siqaret istəmişdi. O momentdə tutmuşdular onu. Necə tutmuşdular? Siqareti istəyəndə, verəndə onu tutmuşdular. Yəni, çəkən momentdə onu tutmuşdular. Xeyr, xeyr. Cavabınızı qəbul edə bilmirəm. Bir bank komandası düşünür. Peki yandıranda? Yandırmaq. Peki yandırmaq istəyəndə? Yandıranda həyəcandan əlləşir. Yox, zajqalka istəyir. Zajqalka gətirəndə yandırmaq. Yox, götürür siqareti də zajqalka. Belə hər iki əldə zanit olub. Sonra təkrarlayacağım sən. Hadi əl iki əli zanit ol. Bir əlini bundan, bir sən özündən. Fatih bəy, zəhmət olmasa sualı Hakim Məhrəmov üçün təkrarlaya bilərsiniz. Artıq dediyim insidentlə bağlı ekstrasens Tofiq Dadaşov hadisə yerinə gətirilir və o tövsiyə edir ki, milislər ölkədə baş verən zəlzələ haqqında terroristə xəbər versinlər və bunun ölkənin maliyyə vəziyyətinə çox pis təsirindən danışsınlar və milislər bunu etdikdən sonra qəmginləşmiş terroristin etdiyi hərəkətdən istifadə edərək onu tuta biliblər. Hadisələr necə cərəyan edib? O siqareti götürür, yandırdığı anda artıq hər iki əli məşğul oldu deyə onu tuta bilirlər o məqamda. Tamamilə doğru cavabdır. Hər iki əli məşğul olduğuna görə Tofiq Dadaşov ekstrasens kimi terroristdə də kibrit olduğunu düz düşünmüşdü və kibritlə siqareti yandırmaq üçün iki əldən istifadə etmək gərəklidir və buna görə də milislər iki əlindən də istifadə etdiyi üçün onu rahat tuta bildilər. Buyurun Natiq. Mən ümumiyyətcə çox, yəni Allah şahididir, mən çox təhdüt hallarda deyirəm də, gəlin müraciət eləyək müsiflərə. Sadəcə siz sual verdiniz. Sual nətər idi? Təkrarlaya bilərsiniz, zəhmət olmasın. Həm mən, həm zal üçün. İzah edin, hadisələr necə cərəyan etmişdi? Siz qəmləndi, kədərləndi və ona, əsas burada məqam məncə siqaretidir və onu türkün məsələ vermək üçün. Siqareti verən zamanı onu da aldılar. Və orada bir əlli, iki əlli, burnunla, ağzınla məncə o, deyəcəksiniz, dəqiqləşdirin. Onu da deyərdik. Bu mənim versiyamdır. Götürə bilərsiniz, götürməyə bilərsiniz. Mən bu sualda vacib düyün nöqtənin məhz siqaret çəkənin hər iki əlinin kibritlə yandırdığından hər iki əlinin məşğul olması və bundan dolayı özü üzərində Fatih bəy, baxda nəylə yandırırlar? Alışqanla yandırsaydı. 89-da az adamda var idi alışqan. Amma bunu demək lazım idi da. Deyəydi və mən bunu qəbul edərdim. Növbəti sual bir xal dəyərində. Gennadiy Brijatyuk yaradıcılığında Bakı mənzərələri xüsusi yer tutur. Belə rəsmlərin birində içəri şəhər mənzərəsi görünür. Bəs rəsmin adında hansı iki rəqəmli ədədi görmək olar? Vaxt. 36 görünüşü. Buyurun. Orxan Cəllovun versiyası var. Mən komanda belə hesab eləyir ki, bu analogiya olaraq bu Hokusayın Fudzin 36 görünüşünə uyğun olaraq bu da 36 görünüşü. Xeyr, xeyr. Gəncə düşünür.
Sualı deyim, hə. 26 İçəri şəhər aidiyyatı var. Ama 67. İçəri şəhər söz dedi yoxdur. Niye tutuluşu? Kim üçün təkrar? Zəhmət olmasa Rövşən Maranski üçün sual təkrarlayardınız. Rövşən, Gennadi Brijatyuk yaradıcılığında Bakı mənzərələri xüsusi yer tutur və belə rəsmlərin birində içəri şəhər mənzərəsi görünür. Rəsmin adında hansı 2 rəqəmli ədədi görmək olar? 67. Bakının ən gözəl içəri şəhər mənzərələrindən biri indiki Nərimanov heykəli tərəfdən baxanda görünürdü və həmin hissədə də Bakıda çox məşhur 40 pilləkən deyilən pilləkənlər yerləşir. Növbəti sual 2 xal dəyərində. Həmin vaxta qədər heç vaxt təyyarə ilə səfər etməyən Yosif Stalin ilk dəfə xarici səfər üçün Bakıya gəlmişdi. Səfərin Bakıdan başlamasına səbəb isə məsafənin yaxınlığı idi. Bəs hadisə neçənci ildə baş tutmuşdu? Vaxt. Gəncə komandası. Rövşən Maranski. 1943-cü il Tehran 43-ə gedirdi. Tamamilə doğru cavab. 4-1. Belə cavab verin, mənim sizə sözüm olmayacaq. 4-1. Tamamilə doğru cavab. Həqiqətən də Tehran konferansına yol üstü bu cür uçmuşdu. Növbəti sual yenə 1 xal dəyərində. Sözün bitdiyi yerdə. Bu sözlər mobil telefon Nokia 3210-un reklamındandır. Məqsəd bir yeniliyə işarə vurmaq idi. Hansı yeniliyə? Vaxt. Gəncə komandası. Nə var? Üzr istəyirəm. İtirmişsiniz özünüzü. Kim cavab verir? Rasul Mustafayev. Rauf. Bildiyimiz qədər 1992-ci ildə gərək ki, SMS, yəni short message service mövcud oldu və yəni short message service göndərməyə, SMS göndərməyə, SMS. Xeyr. Rauf masadan qalxmalı olur. Qalan vaxt bir bank komandası. Şəkil göndər, söz Zəhmət olmasa sualı mənim üçün təkrarlaya bilərsiniz. Sözün bitdiyi yerdə. Gündüz sözün bitdiyi yerdə. Bu sözlər mobil telefon Nokia 3210-un reklamındandır. Məqsəd bir yeniliyə işarə vurmaq idi. Hansı yeniliyə? SMS-də də söz var, sözü yazılı şəkildə. Yəqin ki, burada artıq MMS tətbiq olunurdu. İlk dəfə şəkil falan göndərmək olurdu. Artıq sözə ehtiyac yox idi. Bu axı bizim sizinlə cavanlığımızdır. Bu Natiqin cavanlığı deyil. Tamamilə doğru cavab. 4-2. Sözün bitdiyi yerdə. Çünki sözün SMS-lə göndərmək olur. Amma MMS-lə sözlər bitibsə artıq şəkil göndərirsən. 4-2. Növbəti sual. Natiq, siz nə vaxtsa Yapon toyunda iştirak etmişsiniz? Yox. Yaponların özünü desiniz, ona bənzər hərəkətlər eləyəndə insanlar. Yaponiyada yox. Yapon toyunda iştirak etməmişsiniz. Yapon böyük toyunda. Xeyr. Yaponların Gosugi adlanan toy adəti qonaqlara 30.000, hardasa 50.000 yen arası başa gəlir. Biz Gosugiyə nə deyirik? Vaxt. Bir bank komandası. Özüm cavab verəcəm, şabaş. Yox. Masadan qalxmalı olursunuz. Komanda kapitanını itirir. Gəncə qalan vaxtı necə istifadə edəcək? 20 saniyə. Qonaq dedi o. Hədə qonaqlar cehiz deyil. Yox, gəl nəmər deyə. Nəmər salırlar da. Yox. O qonaqlara başa gəlir. Hadi qonaq nəmər salır da bə. Sonra mahnı sifariş eləmək üçün bu qədər pul verir. Yox, mahnı yox. Nəmər şeydir. Toy yanında pul salmaq. Nəmər, biz nə deyirik nəmər. Sonra. Qonaq başqa nə xəşdir toyda. Bəli. Zəhmət olmasa Yapon toyunda olmayan, ən Yaponlarla çox yaxın ünsiyyətdə olan Sərdar Hüseynov üçün bu sualı təkrarlayardınız. Sərdar, bu yaxınlıq necə olub? Yaponlarla bu yaxınlıq haradan qaynaqlanır? Sərdar? Mənim Yaponlarla yaxınlığım ancaq ekran vasitəsilə ola bilər. Aydındır. Hər halda ekran üzərindən tanıdığınız bir Yapon sizi toyuna dəvət etsə və siz də bilsəz ki, Gosugi adlanan toy adəti var və bu adətən qonaqlara hardasa 30-50 min arası yenə başa gəlir. Siz
Siz bu qoşugiyə Azərbaycanca nə deyirsiniz? Fatih, sözün üzü orijinal bir versiyam yoxdur. Bizdə olan nəməri deyə bilərəm, başqa bir toya nəmər yazdırmaq. Başqa şey demək də lazım deyil. Nəmər doğru cavabdır. 5-2. Gəncə komandası masa arxasında qalır və Birbank komandası öz növbəti şansını digər verilişlərdə axtarmaq məcburiyyətində qalır. Nar kubokuna doğru aparan yolda hər komandanın hələ şansı var. Gəlin rəqiblərini çağıraq. Gəncəyə qarşı Bakı Dövlət Universiteti yaşıl masa arxasına keçir. Emin Qasımov, Vüsal Qaplanov, Səyyar Qurbanov, Şamxal Cəbiyev, Ramal Ağazadə və komanda kapitanı Səməd Səmədov çox təcrübəli Gəncə komandasına qarşı 2 final döyüşü keçirəcəklər. O döyüşlərin axırı nə ilə bitəcək bilmirəm, amma onu bilirəm ki, elə indi, elə bu həftə bizim musiqili Time Out-da qonağımız Şölə Səfərəliyevadır. Gəlin dinləyək.
İctimai televiziyada Brainring'e baxırsınız. Verilişimizin baş sponsoru Nardır və internetdə çox vaxt keçirənlər üçün Narın xüsusi təklifi var. Cavanlar sizin üçün yəqin ən uyğun tarifdir. Bu tarifdə siz 5,5 GB internet, sosial şəbəkələr üçün ayrıca 5,5 GB interneti, bir də tarif daxili 550 danışıq dəqiqəsini ayda cəmi 10 manata əldə edirsiniz. Cavanlar tarifi ilə internet əyləncənizi 2 qat edin, 2 qat zövq alın. Dostlar, Brainring'in maliyyə sponsoru Azərbaycanın ilk rəqəmsal bankı bir bankdır. İndi bank filialına getmədən, növbə gözləmədən nağd pul kreditini başdan-başa onlayn sifariş etmək olur. Bunun üçün bir bank saytına və ya tətbiqinə daxil olub, nömrənizi, fin kodunuzu əlavə edirsiniz və nağd pul krediti bir neçə dəqiqədən sonra kartınızda görünür. Bugün bizim müstəqil hakimlərimiz baş sponsorumuz olanların İctimai Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə mütəxəssisi Günay xanım Nəsibova və Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclərin İnkişafı şöbəsinin aparıcı məsləhətçisi Suğra xan Babayevadır. Dostlar, qırmızı masa ətrafında biz Gəncəni, yaşıl masa arxasında isə Bakı Dövlət Universitetinin komandasını görürük. Mən xatırlatmaq istəyirəm ki, bugün qalib gələcək komanda ayın finalında oynamaq şansı qazanacaq. Aprel ayının finalında. Aprel ayının finalında qalib olacaq komandanı isə baş sponsorumuz xüsusi hədiyyələrlə mükafatlandıracaq. Nar ayın çempionlarına xüsusi hədiyyələri bu oyunda təqdim edəcək. Nar sənə ən yaxın. Amma bu narın bütün hədiyyələri deyil. Nar 4G nişanlı elə indi qazanmaq üçün komandaların düymə sıxanları cəld tərpənməlidirlər. Diqqət. Vaxt. Və budur. Toğrul Qurbanlı növbəti Nar 4G nişanını qazanmaqla 4G xidməti qədər sürətli oldu və öz növbəti nişanını sinəsinə taxıb ürəyi istədiyi qədər gördüyünüz kimi fay start edə bilər. Hər halda 3-cü döyüşə başlayırıq. Hesab 0-0 və bir xal oynanılır. Sual belədir. Rejissor Ramiz Həsənoğlu hansı həmkarlarını özü ilə bir qan qrupundan olan adamlar adlandırırdı? Vaxt. Niyə? Qan qrupu niyə? Niyə? Hansı həmkarlar? Hansı həmkarlar? Şeybək qorxu filmləri. Yox, rejissor rəssam ola bilər. Məsələn. Yox. Həmkarlarını deyir. Buyurun Səbəd. Düşünürük ki, o komediya filmi çəkən rejissorlar haqqında belə deyir ki, biz eyni qan qrupundayıq. Xeyr. Gəncə düşünür. Yaxşı yoxdur. Heç bir rejissor, ssenarist. Az hərfləri çəkir. Az hərfləri çəkir. Gəncə komandası. Sərdar Hüseynov üçün zəhmət olmasa deyir, deyim. Ramiz Həsənoğlu bir qrup həmkarını özü ilə bir qan qrupundan olan adamlar adlandırır. O kimlər haqqında belə deyir? Fatih, rejissorlar deyil, belə Hasan da ola bilər. Kimlərdir onda? Bəlkə rəssamları deyirdi. Çünki? Çünki R hərfi ilə başlayır, Erqan qrupudur. Məsələn, bu fikrə gəldim birdən. Bilirsiniz, Natiq, yəqin yalan deməyə qoymazsınız da, siz komanda hər nə qədər yaxşı oyuncu tapsaz da, hər adamla Bakıya yol ölçmürsünüz. O da deyir ki, o adamlarla ki, onlarla dil tapmaq mümkündür, işləməyə asandır. Mənimlə eyni qan qrupundandır. Növbəti sual 2 xal dəyərində. Xəbərləri yəqin oxuyursunuz və bəlkə də bu rastınıza çıxmış başlıqlardan biridir. Mən başlayayım, siz bitirin. 2040-cı ildə cəmi 10 ölkədə kifayət qədər qar olacaq ki, vaxt. Bakı Dövlət Universiteti. Bu suala Vüsal Qaflanov cavab verəcək. Hesabda irəli çıxa bilərsiniz. Qar topu oynamaq olsun. Xeyr. Vaxt bitdi. Bir dənə qar adamı düzəltmək üçün cəmi 10 dənə ölkədən sən qar yığmaq. Yox, bir dənə demə, demə. Sual elə qurulmuyor. Sualı təkrar eləyəndə deyərik. Sual elə qurulmuyor. Bəli, o qədər olacaq ki, bir dənə qar, çox. Buyurun, Natiq. Zəhmət olmasa İsrail Abbasov üçün sual təkrar edərsiniz. İsrail. 2040-cı ildə cəmi 10 ölkədə kifayət qədər qar olacaq ki, bir qar adamı düzəltməkdən ötürü. yox, hər şey problemlidir, amma bu qədər də yox. 2040-cı ildə cəmi 10 ölkədə kifayət qədər qar olacaq ki, o ölkələrdə
qış olimpiya oyunları keçirilsin. Atlantik nəşri qlobal istiləşmə barədə məqalədə bunu yazır və ümid edək ki, 2032-ci ilə də bütün qış olimpiadalarına qar çatar və biz onları ictimai televiziyanın efirində izləyərik. Növbəti sualın dəyəri qalxdı. 3 xal və diskvalifikasiya riski. Brad Pitt bir dəfə filmin çəkilişlərində vətərindən xəsarət alıb, lakin qəribə olsa da çəkiliş heyəti bu zaman yaranmış vəziyyəti gülüşlə qarşılayıb. Və həmin zaman hansı filmin çəkilişləri aparılırdı? Vaxt. İşıq yaşılmasa da yandı. Buyurun. Şamxal Cəbiyev bu suala cavab verəcək. Buyursun. Troya filmi. Doğrudur. Troya filmində Akilles rolunu canlandıran Brad Pitt'in Akilles vətərindən zədə alması kimi bir təsadüf gülüşə səbəb olmuşdu. Gəncə komandası düyməni sıxmağa çatdırmadı və Bakı Dövlət Universiteti hesabda irəli çıxdı. Növbəti sual, yeni bir xal. Natiq gərgin məqamdır, yox? Həmişəki kimi. Umarel sözü bilirsiniz nədir? Umarel? Umarel. Umarel, yox. İtaliyada bu sözlə o yaşlı insanları adlandırırlar ki, onlar kimsə hər hansı işi görəndə onu müşahidə edir və dayanmadan nə edir? Vaxt. İsrail Abbasov. Məsləhətlər verir. Doğru cavabdır. 3-1. Yox, kimdədir, yox. Natiq kim dedi yoxdur? Oradan sizin cavabınızdan sonra mən yox demirəmsə kimin yoxu keçir? Bu arada Natiq, belə adamlar görmüşsünüzmü ki, misal üçün deyək ki də hamı iş görəndə bu gəlir məsləhət verir qıraqdan, nəsə bir şey edir. O bayaq adı çəkdiyimiz o rejissor var idi. Mən onun günündəyim, elə mənim böyrü başımda ancaq elələridir. Amma ətrafınızdakı insanlar deyir ki, adətən siz belə davranırsınız da. Yəni ki, onlar bir iş görürlər, suala cavab verirlər falan. Siz ancaq məsləhət verirsiniz. Dayan, indi bas, bərk elə. Onu sən sakit dur. Məsləhət verirəm deyən ki, mövsümdə dalbadal finalda oynayırıq. Ooo! Səməd! Mənə demir, Assi ilə idi. Növbəti sual bir xal dəyərində. Orta əsrlərdə ingilislərdə ən geniş yayılmış müalicə üsullarından biri cupping adlanırdı. Bəs ingilislər nəyi belə adlandırırdı? Vaxt. Bakı Dövlət Universiteti. Səyyar Qurbanov cavab verəcək. Yəni bizdə onun versiyası bankalamaqdır. Yəni o qabları götürüb onların belinə bankalayırdılar bir növ. Buna cupping Sizin özünüzü nə vaxtsa bankalayıblar? Olub, bəli. Çoxdan olub? 3-4 il bundan əvvəl. Onda deməli izləri hələ qalmayıb. Xeyr, qalmayıb. Heyf, baxardıq. Növbəti sual sizə xal qazandırdı. 4-1. Doğrudur, 4-1. Hesabda irəli çıxan Bakı Dövlət Universiteti komandası bizim başımızı söhbətlərə qatıb Gəncə ilə. Özləri isə hesabda irəli çıxırlar. Daha bir sual. Sərdar, Yaponiya mövzusuna qayıtmaq istəyirəm sizinlə. Bir dəfə bir Yapon tələbəsi esse yazarkən Abudirashi texnikasından istifadə elədi. O, mürəkkəb əldə etmək üçün soya paxlasını əzərək su ilə qarışdırmışdı və professorun onun işini tullamaması üçün o, kağızı qızdırmaq lazımdır yazılı qeyd vərəqini işinin içinə qoymuşdu. Bəs tələbənin essesi hansı mövzu barədə idi? Vaxt. İşıq qırmızı masada yandı, buyurun. Maraz Görüşən. Mən sualdan belə başa düşdüm ki, o mürəkkəb, görünməz mürəkkəblərdən istifadə eləmişdi. Mövzu çox güman ki, kriptoqrafiya idi. Yəni, bu şifrələmə və s. yazılar. Yox. Yox. Rövşən masadan qalxmalı olur. Bakı Dövlət Universiteti düşünür. Qızdırmaq lazım. Qızdırmaq lazım. Qızdırmanın mürəkkəb üzə çıxır. Üzə çıxır da mürəkkəb. Qızdırmağına Kağızı qızdırır. Kağızı qızdırır. Kağızın qızdıranda üstünə basmaq üçün nəsə eləmək lazımdır. Görmürsən axı, görmək üçün onu eləməlisən. Kriminal günü olmaz. Atmasın deyə. Kriminalogiya nədir? Konkret mi cavab? Cavab vermir. Buyurun. Buyurun Səməd. Zəhmət olmasa sualı Emin üçün təkrarlayarsınız, Emin Qasımov. Emin, təsəvvür edin ki, siz müəlliminizin tapşırığı ilə bir essay hazırlamalısınız. Və siz bu esseni hazırlayarkən Abudirashi texnikasından istifadə etmiş olursunuz. Professorun sizin işinizi tullamaması üçün də altdan kağızı qızdırmaq lazımdır qeydini yazıb qoyursunuz. Sizin essenin mövzusu nə ola bilərdi?
Bizim versiyamız kriminalistika ilə bağlıdır. Yəqin ki, o barmaq izlərini orada həkk edirdilər o kağızın üzərində. Dostlar, faktiki olaraq tələbə esse kimi boş vərəq təqdim eləmişdi. O görünməz mürəkkəb ilə işi yazaraq əla qiymət almışdı. Bu iş, bu esse ninzaların tarixi barədə idi. Növbəti sual 2 xal dəyərində. Həmişə xalq arasında məqaləsinin müəllifi qeyd edir ki, Ələsgər Şahbazovun tərcüməyi halına düşmüş ləkə 1956-cı ildə silindi. Bəs Ələsgər bəy nəyin qurbanlarından biridir? Vaxt. Gəncə. İsrail Abbasov. İsrail Abbasov ilə hesab arasında fərqi minimuma indirə bilər. Sürgün repressiya. Düzdür. 400. Yosif Stalinin hakimiyyəti dövründə repressiya qurbanı olan bir çox şəxsə ölümündən sonra olsa belə bəraət verilmişdi. Ələsgər bəy də həmin 37-ci repressiyasının qurbanlarından biri idi. Yenə bir sual, yenə bir xal dəyərində. Hansı peşə sahibi xatırlayır ki, adətən ucqar kənd sakinləri onun suallarına cavab verməyə başlayanda söyləyicinin nitq sürəti azalır və hekayələri qırıq-qırıq epizodik danışırlar. Vaxt. Ucqar kənd sakinləri. Yavaş-yavaş, yavaşlayırsın. Ucqar kəndə nə qədər ki, tərcüməçi? O nəsə öyrənməyə gəlir. Yox, sizin lisədən qoyunuz var. Ləhcəsi tərcüməçi. Vaxt çıxdı. Cavab almadıq. Cavab almadıq. Növbəti final döyüşündə bu sualı bir də verəcəm, düşünərsiz. İndi daha bir sual. Sualın dəyəri qalxıb 2 xal oynanılır və hər iki komandaya qələbə vəd edən sualdır. Firudin bəy Köçərli əslən Şuşadan olsa da onun və həyat yoldaşı Badi Səbah xanımın 2023-cü ildə 160 illik yubileyi münasibəti ilə hansı rayonumuzda heykəli ucaldılmışdı? Vaxt. Bakı Dövlət Universiteti. Firidun bəy Köçərli Qori Seminariyasının Azərbaycan filialını Qazaxa gətirmişdi və Qazaxda onun heykəli ucaldılmışdı. 600! Tamamilə doğru cavab. Tamamilə doğru cavab. Səməd Əhsən komandanızı ən həll edici məqamda özünüz xal qazandırmaqla ilk final döyüşünün qalibinə çevirirsiniz və daha belə bir qələbə aprel ayının finalında oynamağa imkan verəcək. Baxırsınız, oynamaq istəyirsiniz, bilirəm. Əziz tamaşaçılar, sizin üçün də oyunumuz var. Aşağıda gördüyünüz Twitter hesabında Nar sual verir və o sualın doğru cavabını verməklə siz də hədiyyə qazana bilərsiniz. Tələsin, tez ora Narın Twitter hesabına. Növbəti sual. Bu döyüş belə sualla başlasın. 2500 il əvvəl Şimali Amerikanın qərb sahillərində zənginlik göstəricisi qurudulmuş parlaq yaşıl böcəklərdən ibarət boyunbağı olan qəbilə yaşayırdı. Nə üçün arxeoloqlar bu boyunbağları yalnız zəngin insanların istifadə edə biləcəyinə belə əmin idilər? Vaxt. Həmin şeylər orada yaşamırdı. Ona görə haradansa xaricdən gətirilirlər. Gəncə komandası. Röşən Maranski. Mənə belə gəlir ki, həmin o həşəratlar həmin ərazidə yaşamırdılar, ora mövcud deyildilər və belə qənaətə gəlir alimlər ki, bunun üçün harasa səyahət eləmək lazımdır, ya da gətirmək lazımdır, karvana pul vermək lazımdır və s. və ilaxır. Yəni həmin endemik olmadığı üçün, həmin əraziyə xas olmadığı üçün uzaqdan gəlmə pul tələb edir. 1-0, tam doğru cavab. Qəbilənin yaşadığı yerlərdə bu böcəklərdən doğrudan da olmayıb və hələ də yoxdur. Onları əldə etmək istəyənlər üçün səfər təşkil etmək və ya digər qəbilələrdən almaq gərəkli idi. Və bu xərcləri də yalnız zəngin insanlar qarşılaya bilərdi. Növbəti sual, yenə bir xal dəyərində. Ötən döyüşdən cavabsız qalan sualdır və çox gözəl də sualdır. Belə ki, bir peşə sahibini başa düşməliyik. Hansı peşə sahibi belə bir xatirə yaza bilər ki, adətən ucqar kənd sakinləri onun suallarına cavab verməyə başlayanda söyləyicinin nitqi sürəti azalır, hekayələr qırıq-qırıq və epizodik danışılırdı. Vaxt. Ölüm xəbəri. Soruşuram, harada yaşlar? Adın nə? Nəsə yazır.
Qeyd eləsin deyə nəsə qırıq-qırıq yazı yazar. Sürət alsın bəlkə. Bəlkə nağıl yığanda tarixçi də gedib. Sonra başqa olur. Gəncə komandası kim cavab verəcək? Rövşən Maranski çalışacaq. Məşhur Şurik yadıma düşdü. Ola bilər səhv deyirəm, amma mənə çox xoşuma gəldi öz versiyam. Ola bilər ki, bu şəxs xalq folkloruna xas olan nə deyirlər ona, tostların, lətifələrin və s. yığılması ilə məşğuldur. Buna adətən filolog, folklorist deyirlər və Şurikdəki kimi onları içizdirə də bilərdi tost demək üçün. Tost nədir azı bilində? Yadımda da deyir. Tost demək üçün. Özünüzü elə aparmayın ki, elə bir Azərbaycanca tost demirsiniz. Ancaq başqa dildə deyir. O peşənin adını dəqiq bilməsəm də mənə elə gəlir ki, ona filolog, folklorist demək olar. Mən məəttəl qalmışam cavabınıza. Ona görə ki, həqiqətən də doğru cavab folklorşünaslar və etnoqraflardır. Məsələ ondadır ki, onlar danışdıqları adamlarla hər gün onların nəql etmədiyi hekayələri soruşurlar deyə, bunlar da yadına sala-sala danışır deyə avtomatik sürət, nitq sürəti yeyinləşir. Mən heyranam. İkinci belə cavabla Rövşən Mərənski komandasına xal qazandırır. Çox dərin təhlillə. Növbəti sual. Maraqlıdır ki, Rövşən Mərənski bircə dəfə cərimə skamyasına keçməklə qayıdışda bu cür oyun oynayır. Bilmirəm orada sizinlə nə baş verdi. Türkiye hakkındaki filminde bir jurnalist qeyd edib ki, yerli sakinler çayxanada bir yere toplaşır, çay içir, müxtəlif oyunlar oynayırlar. Məsələn, Türk dominosu var, okey daha doğrusu var o. Oyunculardan biri itiraf edir ki, oyun bu qədər zövq verməzdi, bunlar olmasaydı. Çünki bunlar baş verəndə tezliklə söhbət üçün mövzular və zarafatlar yaranır. O nələrdən danışır? Vaxt. Başqa şeylər də gəlir. Hə, cığallıq da. Nəsə nə deyirlər bura? Məncə nə demək? Söyüşdə məncə dava da yaxşı versiyadır. Ne. Va bir məsələ hər şey var. Buyurun, Bakı Dövlət Universiteti. Emin Qasımov bu sual cavab verəcək. Bəlkə oyunda cızğanlıq eləyənlər müzakirə yaradır, söhbət eləməyə səbəb yaradırlar. Yox, heyf ki yox. Gəncə komandası düşünür. Düymə sıxılıb. Zəhmət olmasa Sərdar Hüseynov üçün təkrarlayın bu sualı. Türkiye hakkındaki filminde bir jurnalist qeyd edib ki, yerli sakinler çayxanada bir yere toplaşır, çay içir, müxtəlif oyunlar oynayırlar. Məsələn, Türk dominosu okeydə və oyunculardan biri itiraf edir ki, oyun bu qədər zövq verməzdi, bunlar olmasaydı. Çünki bunlar baş verəndə tezliklə söhbət üçün mövzular, zarafatlar yaranır. Söhbət nələrdən gedir? Fatih, iki versiya arasında qalmışam. Amma birincisini seçirəm. Bu zarafat sözünə görə bəlkə orada oynayan kişilərin həyat yoldaşları tez-tez zəng gelib onların beyinlərini doldururlar ki, harda qaldın, gəlmədin. Yox. Onlar deyir ki, adətən yəni dedikləriniz də baş verir, amma oyuna maraq qatan oyunda baş verə biləcək səhvlərdir ki, bu səhvlər üzərindən zarafatlar edilir, yeni mövzular çıxır. Bizdə də dominoda kimsə fərqli daş oynayanda adətən komanda yoldaşı bilirsiniz ki, onun haqqında heç də bir mənalı fikirdə olmur. Növbəti sual 2 xal dəyərində. Bir karikaturada məşhur insan qulluqçusunun zənginin səsini eşidən kimi kabinetindən çıxıb qaçır. Söhbət hansı insanla gedir? Vaxt. Qulluqçu zəngin insan, qulluqçu zəng çaldı, bu da müəllimədir, zatlı yandan söhbət kimdən gedir? Kimə kim? Adını demək. Pavlov zəng gəlir, yeməyə bəlkə. Ha, bu da zor. Pavlov deyir. Buyurun. Şamxal Cəbiyev. Bir versə gəldi. İvan Pavlov səsi eşidir, yeməyə qaçır, yeməyə tələsir. 2-2, bəli. Bununla o Pavlovun itinə bənzədilir.
Çox doğru məntiq. Növbəti sual yenə bir xal dəyərində. İkinci Dünya müharibəsinə əsr edilmiş bir sənədli filmdə Margaret limanına gəlmiş fransız əskərlərdən biri çox utandığını bildirir. O hardan gəlmişdi? Vaxt. Margaret də gəlmişdi. Margaret hardadır ki? Limanına gəlmiş. Harda ola bilər? Və niyə utanmalı? Parijin özündən gəlmişdi. Hardasa qaçıb vətənə xəyanət İngilis adına İngilis limanına. Şeydə Dunkirkdən budur. Bakı Dövlət Universiteti. Biz düşünürük ki, bu Margaret limanı İngiltərədir və bu fransız əskər öz ölkəsindən, yəni Dunkirkdən qaçıb gələn əskərlərdən biri idi və o İngilis limanına gəldiyi üçün deyir, mən çox utanıram ki, vətənimi qoyub gəlmişəm bura. 3-2. 3-2. Əhsən Səməd. Növbəti doğru cavab komandanı hesabda irəli çıxardı. Daha bir sual. Osmanlı Sultanı 4-cü Mehmet 2-ci Viyana mühasirəsində məğlub olaraq Belqrada çəkilən Qara Mustafa Paşanın edam olunmasını əmr etmiş, sonradan fikrindən daşınıb edamın icra edilməməsi üçün daha bir fərman imzalamışdı. Buna baxmayaraq Paşa edam edilmişdi. Hansı səbəbdən? Vaxt. Bu suala Səyyar Qurbanov cavab verəcək. Deməli, böyük ehtimal ki, belə olub. Birinci imzaladığı xəbər gedib çatır, amma ikinci ona çatmadan artıq onu edam etmişdilər. Yenə doğru cavab 4-2 və onlar qələbənin bir addımlığındadılar. Bakı Dövlət Universiteti komandası bu ayın finalında oynamaq üçün bircə doğru cavab verməlidir. Verə biləcək yoxsa yox? Gəncə komandası onların yolunu kəsmək barədə fikirləşirmi? Yox, hələ də oyun taktikasını cilalayırlar. Natiq, mənim yadımdadır, biz sizinlə sonuncu dəfə yazışanda siz mənə səsli mesaj göndərdiniz, sonra mən sizə səsli mesaj göndərdim. Sonra gördüm ki, siz ümumiyyətlə mətn yığmırsınız. Ancaq səsli mesajla yazışırsınız WhatsApp-da. Cəmaət bizdən şübhələnməsin, həm də yadımda da önə vaxt olub, həm bəlkə də olursa mən sizə inanıram. Mən Gəncəyə gələndə sizə yazmışdım. Bəli. Biz onda yazışdıq və mən fikir verdim ki, siz mətn yığmaqdan aranız yoxdur. Bu da mənim vəkilim. Bəli, bu da sizin vəkiliniz. Mən nəyə görə bunu deyirəm? Yəqin ki, bu smiley deyirlər, emojilər, onlardan da aktiv istifadə etmirsiniz. Çünki bir hekayə danışacağım, bir qulaq asın. 2016-cı ildə Fransada bir şəxs bu emojini öz sevgilisinə göndərdiyinə görə başqasını təhdid etməklə təqsirləndirilmiş və 3 ay müddətinə həbs edilmişdi. Daha sonra Google və Apple şirkətləri emojini indiki versiyasına dəyişdirdilər. Söhbət hansı emojidən gedir? Vaxt. Gəncə komandası... Rauf Mustafayev çalışacaq cavab versin. İlk saniyədir Rauf, səhv etməyin. Cavabınız? Bizim elə bir fikrimiz var ki, o vaxtda yalnız, məsəl üçün, xanıma göndərəndə emoji. Emoji xanım idi, xanım ağ rəngli idi. Ondan sonra qara rəngli, eyni emojilərin qara rəngləri çıxdı. Qara dərili versiyalar bəli, çıxdı. qara dərili. Yox, bu o emojilərin hekayəsi deyil. Komanda sizi itirir, Bakı Dövlət Universiteti düşünür. Məncə ürək göndərməlidir. Ürək necə Ürək formalı olaraq. Ürək var, belə. İkinci nə dedi, ikinci nə? İndiki versiyasında hansı emoji? Dəyişdirilən emoji olur ki? İkili ürək var. Ürəyin yeni İkili ürək sonradandır. Hə, nə mənası? Ürək niyə təhdid etmir? Yumruq olar, işidli olar. Bəlkə belə. Səməd. Sual zəhmət olunsa Şamxal Cəbiyev üçün təkrarlayarsınız. 2016-cı ildə Fransada bir şəxs bu emojini öz sevgilisinə göndərdiyinə görə başqasını təhdid etməklə təqsirləndirilmiş və 3 ay müddətinə həbs edilmişdi. Daha sonra Google və Apple şirkətləri emojini indiki versiyasına dəyişdirdilər. Söhbət hansı emojidən gedir? Versiyamız əslində pis olsa da, məncə belə bir iki yumruq işarəsi ola bilər. Yumruq işarəsi. Yumruq işarəsi. Hə, əvvəl belə idi. Ola bilsin, sonradan belə oldu. Sonra isə belə oldu. Ehtimal edirik. Telefonda baxsaz görəcəksiniz ki, bu da qalıb.
Dəyişən bir stansı emocidir. Əvvəllər emoji kimi su tapancası yox idi. Real tapanca idi. Və öz sevgilisinə bu emojini göndərən şəxs onu ölümlə hədələməkdə təqsirləndirilmiş və 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Maraqlı zalda kimi azarkeşdirlər? Bakı Dövlət Universitetinin azarkeşlərini eşitdim. Bəs Gəncənin qələbəsini kim istəyir? Natiq. Necə bu sual sizə yaraşır? 1936-cı ildə SSRİ-də keçirilən sınaq bayramlarında bir çox uşaq onu kolxozçuyla səhv salırdı. Kimi? Vaxt. Bakı Dövlət Universiteti. Emin Qasımov. Şaxta baba. Doğru cavab! Və Bakı Dövlət Universiteti komandası bu yolla aprel ayının finalına vəsiqə qazanmış olur. Fikir verin, necə inamlı mübarizə, emosiyalara qapılmadılar. Rasional baxışla oyunlarını cızdılar və bu plan həyata keçdi. Ötən ayın çempionları bu ayın çempionu adı uğrunda da mübarizə apara biləcəklər. Bakı Dövlət Universiteti özünə bunu təmin etdi. Mən bu axşam mənimlə olduğuna görə müstəqil hakimlərimizə təşəkkürümü bildirirəm. Əziz dostlar, biz sizinlə bir həftədən sonra görüşəcəyik. Salamat qalın.